Azərbaycanda həyata keçirilən sosial siyasətin uğurlu inkişafının davamı kimi dövlət idarəçiliyi aparatında sistem islahatlarının yeni mərhələsinə start verilmişdir. Bu çərçivədə reallaşdırılan yeni tədbirlər dövlət qulluğunda sabit və rəqabət qabiliyyətli bir modelin formalaşdırılmasına xidmət edir. Bu strateji addım dövlət qulluğunun əmək bazarında rəqabət imkanlarını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, idarəetmə mexanizmlərinin kadr potensialını müasir çağırışlara uyğun şəkildə möhkəmləndirir. Bu barədə öz fikirlərini Milli Məclisin deputatı Aydın Hüseynov İKSAL TV açıqlamasında bildirdi. Azərbaycanda həyata keçirilən sosial siyasətin çoxşaxəli və uğurlu inkişafı dövlət-vətəndaş münasibətlərinin yeni müstəviyə daşınmasını, xalqın rifahının davamlı şəkildə yüksəlməsini təmin edir. Ölkəmizdə reallaşdırılan sosial yönümlü dövlət kursu təkcə vətəndaş münasibətlərinin deyil, həm də dövlət idarəçiliyinin bütün sahələrində keyfiyyətcə yeni standartların tətbiqini zərur edir. Bu uğurlu inkişaf strategiyasının məntiqi davamı olaraq dövlət aparatının çevikliyini və səmərəliliyini artıran kompleks addımlar atılır. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət idarəçiliyində həyata keçirilən sistem islahatlarının ardıcıllığını təmin edir. Bu hüquqi addımlar dövlət qulluğunda əmək haqqı sisteminin müasir çağırışlara uyğunlaşdırılmasına, onun daha təmkinli və vahid struktur əsasında yenidən qurulmasına geniş imkanlar açır. Yəni, tənzimləmə mexanizmləri dövlət qulluğunun əmək bazarında rəqabət qabiliyyətliyini artırmaqla yanaşı, peşəkar kadr potensialının qorunub saxlanmasına və inkişafına birbaşa xidmət edir. İslahatın əsas hədəfi optimal, balanslı və effektiv idarəetmə modelinə keçidi sürətləndirmək, idarəetmə aparatının strukturunu daha da çevik və müasir standartlara uyğunlaşdırmaqdır.